Qeyri-sabit hava şəraiti ilə bağlı sığorta hadisələrinin sayı açıqlanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə 15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözü gedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazar iştirakçılarından aldığımız bugünə olan son dəqiq məlumata görə baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü, 157-si daşınmaz əmlakın icbari sığortası növü, 77-si kasko sığorta növü, 21-i əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Bundan əlavə, fərdi qəza sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin hər biri üzrə bir hadisə qeydə alınıb. Sektordan aldığımız məlumata görə 294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241.030 manat həcmində müəyyən olunub. Qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olunmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi ehtimal edilir. Qeyd etmək istərdi ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70%-i paytaxt Bakıda, 30%-i isə Respublikanın digər bölgələrində qeydə alınıb deyə məlumatda bildirilir.